açmışıq taksi parkı, ay nə gözəl. Biz açmışıq taksi parkı, ay nə gözəl. Müştərilər razı qalsın, müştərilər razı qalsın. Çətin gəlməz nə qış nə də yay nə gözəl. Çətin gəlməz nə qış nə də yay nə gözəl. Gündüz bilməz gecə bilməz taksi parkımız. Cavan bilməz qoca bilməz taksi parkımız. Adalet mənim, tapdım. Nə? Durun. Geç onlara, geç. Adalet mənim. Ucahan müəllimin gəlişi üçün burada qəşəng bir dənə stol açırıq. Aha. Üstünü də doldururuq bütün naz nemətlərlə. Ucahan müəllim gələndə otuzdurruq onu baş tərəfdə. Mən də keçirəm Ucahan müəllimin düz yanında otururam. Qulluq eləyim də ona, yəni səhv başa düşülməsin, ona görə deyirəm. Burada da bütün nemətlər var axı. Başlayıram buna qulluq eləməyə. Birdən deyirəm, dadı yaxşı olmaz da, yoxlayayım sonra. Ailə. Verirəm bunu, Ucahan müəllim yeyir. Hamısından. Daşdəmir də dayanıb düz Ucahan müəllimin başının üstündə gözləyir. Mühafizəçi kimi gözləyir. Birdən nəsə olar da, Ədalət müəllim. Mühafizəçi kimi, bax belə. Mən də qulluq eləyirəm, nəyi var qulluq eləyirəm? Eyvah, bəs qardaşın etibar? Mən heç qardaşım etibarı yaddan çıxardaram sizcə. Sizin bu bacınız oğlu, bizim də qardaşımız hazırlıqlı vəziyyətdə bütün şəraiti ilə dayanıb. Ucahan müəllim ora gedəndə etibar bütün avtomatik vasitələrlə kömək edir bu adama. Çıxanda da təbii ki, indi çay boyu olacaq da bu adamın da. Dəncəm, bəs mən neyin edirəm? Siz? Siz də ki, kənardan dayanıb bu vəziyyətə baxıb həzz alırsınız. Yox. Dur oradan, dur. Sən dur. Özüm gəlirəm. Bağışlayın, Ucahan müəllim. Geçdim belə. Budunu bir dənə götürüm. Çeka bilmədin, Zaur fizikada neçə bal yığdı? Zaurun bura nə dəxli var? Bəs mənim ərə getməyimin bura nə dəxli var? Zara, bilirsən, mən səni çox istəyirəm. Bir dost kimi. Yəni, sən xətrinə kimsə dəysə, o adam özündən küssün. Çeka, mənim xətrimə heç kim dəymir. Olanda olur da. Dayda bax, buralar gülçək, necə lazımdır? Klonlar, zatlar gəlirlər, uşaqlar nazan ola bilər, Ucahan mənim uşaqlarla gəlsinlər. Sən bir dənə dur, gəl bura. Bax, sən dayanmışsan burada, düz mərkəzdə. Duydun, sən bir dənə qalx yuxarı, qalx bunun üstünə, qalx. Bir dənə bunun üstünə, sən də bir dənə qalx buradan bunun üstünə. Qalx, bura bunun üstünə. Ay, əllərimizi belə tutun, əllərimizi. Böyle aç. Ay, bax, mən də bax burada, belə. Dayda, düzdür. Muzikantlar da mənli idi, 5000 hamısını həll eləyir. O İbrahim Tatlısəsin yerinə kuklasını gətirdiyin kimi həll eləyirsən? O indi ildə bir dəfə olan fırıldaq da, dayda. İldə bir dəfə? Ayda bir dəfə. Həftədə bir dəfə. Hər gün desən lap yerinə düşər. Ay kişi, bizə bir dənə çay gətir. Baş üstə. Çeka, sən onunla niyə elə kobud danışırsan? Düz deyirəm də, bunlarla elə belə danışmaq lazımdır. Ay, sənə çay deyəndə tez gətir də. 2 saata gətirsən. Bağışla qardaş.
Dada elə də öyrəsəm, bir qulaq as gələn də. Bir dənə sintezator, bir dənə də oxuyan. 5000-ə 2 nəfər. Yox, dada, sonra fokusçular gəlir. Fokus göstərilir, elə bir cibdən yaylıq çıxardır, şarifili partladır, ağzından alov buraxır. Ondan sonra rəqqasələr. Rəqqasə deyirəm, ey sənə, bir dənə bunu saxla dada. Bax, Yaxşıdır. gördün, yaxşıdır. Oynamanı demirəm, hep üzümü deyirəm. Deyirəm, yaxşıdır, yetişib. Gedin. Bu da tortuvuz. Çox sağ olun. Buyurun, nuş olsun. Ay kişi, gəl buransı. Yaxşı. Tez ol da, sənlə də öyrə. Gəldim də. Nə olub be? Hə, gəl. Çeka, sənə nə olub bugün? Nə bilim, zəhləm edir bu oğlanla. Niyə sənə neyinib ki? Sifətin görəndə əsəbləşirəm. Mən çağırım ondan biraz mırtdaşım. Lazım deyil. Sənin adın nə oldu? Alma. Sən sevdiyin oğlanın həyatında kimsə var. Nə? Ola bilməz. Mənim sevdiyim oğlan yoxdur axı. Bəs Etibar kimdir? Etibar? Etibar nişanlımdır. Sevdiyim oğlan deyil ki. Bəs sevdiyin oğlan kimdir? Sevdiyim oğlan yoxdur. Toka nişanlım var, o da Etibardır. Mən də ondan başqa heç kimi sevmirəm. Ay qızım, bəlkə sən bir ideya verəsən. Bayaqdan bunlar giz-giz söhbət edir, görürəm bir şey çıxar oxşam. Ədalət müəllim, mən ancaq onu təklif edə bilərəm ki, biz sənədlərimizi qaydasına salaq. Sonra da qorxmadan yoxlamanı qəbul eləyək. Sənət demişkin, doğrudan ey. Mən heç parkın sənətlərini gətirməmişim. Gedim evə, parkın sənətlərini gətirim. Deyirəm, bizim üzümüzə, gözümüzə baxan yoxlama ömür boyu bizi bəyənə bilməz. Kim bəlkə deyək ki, hamımız birlikdə maşında avariya düşmüşük. Sağ ol Daş Dəmir, sağ ol Daş Dəmir. Amma pis ideya deyil, ha, avariya düşmüşük. Taksi şoförləri avariya düşmüşük. Sənin kimi afisiyatları mən plastilindən düzəldib bir-bir əzirəm, bilirsən? Çeka, lazım deyil. Eşitdin ha məni? Onda gözümü döyürsən qoyun kimi. İstəyirsən sənə burada mən çırpınım? Ha? Eşitsən məni? Bayaq pulların yerini tapırdım, indi də sənətlərin. Yaxşı, pulları başa düşdük. Bəs sənətlərini yenirsən, ay Ziniyyət. Alo. Ay qız, sənətlərin yerindir. Nə pul? Hə, pulları tapdım. Düzdür, bir balaca problemi oldu, amma tapdım. Sən bilirsən ki, mən bilmədiyim şeyə qurt düşər. Sənətlərin yerində tələsir. Necə nə demişəm? Ay qız, mənim başımı xarab eləmə deyirəm, sənətlərin yerində. Bu dəqiqə evin altını üstünə çevirəcəm. Tonana, reysə də gedə bilmədiyə bu yoxlama əlindən. Hə, Daşdəmir. Daim dedi ki, yoxlama gəlib gedənə qədər heç kimə siri getməz. Aha, bilməm bu ucaxandır, nədir? Gəlib çıxıb getsəydi, bizim də qarnımızın sancısı qutarardı da. Hələ bilmək olmaz, kimin qarnına sancı salacaq. Daşdəmir. Daim icazə versəydi, o yoxlamanın başına bir dənə oyun açardı. Bura niyə gəldiyi yadından çıxardı. Qardaşcan? Orada boş-boş danışmaqdansa bir işlə məşğul olur. Bu qız da mən ağzıma açan kimi ağzımdan vurur. Bax, bu qız da mən ağzıma açan kimi ağzımdan vurur. Bax, bu qız da mən ağzıma açan kimi ağzımdan vurur. Bax, bu qız da mən ağzıma açan kimi ağzımdan vurur. Bax, bu qız da mən ağzıma açan kimi ağzımdan vurur. Bax, bu qız da mən ağzıma açan kimi ağzımdan vurur. Bax, bu qız da mən ağzıma açan kimi ağzımdan vurur. Bax, bu qız da mən ağzıma açan kimi ağzımdan vurur. Bax, bu qız da mən ağzıma açan kimi ağzımdan vurur. Bax, bu qız da mən ağzıma açan kimi ağzımdan vurur. Bax, bu qız da mən ağzıma açan kimi ağzımdan vurur. Bax, bu qız da mən ağzıma açan kimi ağzımdan vurur. Bax, bu qız da mən ağzıma açan kimi ağzımdan vurur. Bax, bu qız da mən ağzıma açan kimi ağzımdan vurur. Bax, bu qız da mən ağzıma açan kimi ağzımdan vurur. Bax, bu qız da mən ağzıma açan kimi ağzımdan vurur. Bax, bu qız
Ay, ya bacı kimi də, bacım böyük bacı kimi məsləhət görür. Biz qardaşların da borcudur ki, bacımızın sözünə qulaq asaq da, hə? Düzdürmürəm, hə? İndi düz deyirsən. Bir boş-boş, giz-giz ortalıqda fırlanmaqdansa, düzəməlli işlə məşğul olaq da. Geç daşdan o tərəfə. Abi sen niye demirsən bu sənədlərin yerin? Deyirəm yoxlama gəlir, onlara göstərəcəm. Kimi yoxlamayım? Mən yoxlamıram, səni, məni yoxlayacaqlar. Daha doğrusu taksi parkını. Banka qoyacam sənədləri. Ay qız, sənin başın xarab olub, nə bank? Deyirəm yoxlama gəlir. Nətər? İndi demirsən ki sənədlərin yerin. Eyb yoxdur. Nə olar, mən pulları tapdığım kimi sənədlərin də yerini taparam. Heç demə. Ziniyyət, deyirəm ki, pulları tapdığım kimi sənədlərin də yerini tapacam, amma ondan sonra mənim gözümə görünmə. Bana bax, ad boy verdi. Ay yox, kontrol tutar. Salam aleyküm qardaş. Aleyküm salam. Bu uduşdu meyvələr sizdədir. Əlbəttə bizdədir. Başqa yerdə belə şey görmüsən? Allah fəla. Hərəsindən 2 kilo çəkərdim də mən. 2 kilo az olmaz. Yox, bəsdir. Bəxtimizi yoxlayaq. Məsləhət. Gəl biraz çox çəkin. Yox, yaxşıdır. Sağ ol. Buyur qardaş. Çox sağ ol qardaş. Nə qədər elədi borcum? 18 manat. Buyur qardaş. Çox sağ ol. Oldu, sağ ol. Sağ ol, sağ ol. Ha, baş işlətmək lazımdır. Belə baş kimdə var? Bəli, boss. Eşidirəm. Meyvələrə mən dediyim kampaniyanı elədin. Brilliant daş məsələsi. Elədim, boss, elədim. Başqa nə qulluq eləyim? Bax gör, orada ağac var. Var, ağac var. Onda get ağacda 10 dəfə çəkin. Bəli, boss. Süz sayın, ad boy verməyin, sayın. Bilsən sən neyniyərəm? Yavaş vur da, özüm ağrır axı. Şükür elə ki, yanında xanım var, yoxsa səni sürüyərəm burada. Çaka lazım deyil. O səhvin başa düşməyincə mən ondan əl çəkən deyiləm. Sən keç otur, xahiş eləm otur, kişi işinə qarışma. Keç. Səni mundar eləyərəm, bilirsən? Səni mundar eləyərəm. Bilirsən? Yaxşı. Görəm bu sənədləri hara qoya bilər. Bir balaca qadın məntiqi ilə fikirləşim. Bəlkə gedim Ziniyyətin donunu geyinib. Amma yox, don geyməklə də olmur. Gələk qadın kimi fikirləşim. Bax, mən qadın olsaydım evdəki sənədləri hara qoyardım. Şkafın içinə. Yox, ora baxmışam, yoxdur. Şobanın cibinə. Orada da deyil. Stolun seyirməsinə. Yox, orada da deyil. Qoy bir Asiyə zəng eləyim, soruşum ondan. Asiya, qonaqlar hələ gəlməyib ki. Amma hazırlıqlı olun, hər dəqiqə gələ bilərlər. Hə, deyirəm ki, ədalət bölümdə buralardadır. Asiya qızım, səndən bir söz soruşum. Evdə siz bu sənədlərinizi hara qoyursunuz? Hara?
televizorun altına. Ha yox, elə belə soruşdum. Buna bax ya, bu qadınlar görünür, ya hamısı bir cür fikirləşir, ya deyir ki, ümumiyyətlə fikirləşmirlər. Bağışlayın, ne? Bilmədən oldu. Birdən gəldi. Həmləmi. Əslində, günah elə Cekanın özündədir. Siz bizi bağışlayın. Ha, şükür. Yesən hayır. Hayır. Ha! Bəs biz sənlə nə danışmışdıq? Tez ol, mənim pulumu ver. Başa düşmədim, nə danışmışdınız ki? Başqa söhbətdir, başqa söhbət. Gələ. Danış da, danış. Niyə danışmırsan? Danış da. Beşdən aldı. Ağdan 5. Ağın 5'ini mən oynadım, sən. İkinci ağın 5'ini mən oynadım. Onda mən səhv oynamışım. İndi mən xoydum da. Heç kəs yoxdur. Heç kəs yoxdur. Ya, qaçışdır. Ya, düzdür. Mən getdim, qaçışdırın, tez ol. Qaçışdırın. Mən qaçışdırım. Sonra bu şimdisə bizi dolayıb ha. Desən, bunun boynuzu gidişir. Ya, dəniz səsi çıxardım bax. Sən əlimə düşsən, səni parçalayacaq. Qapını niyə bağlayırsan, ha kişi? Görmürsən mən boydadan burada? Qurban olaram səni. Qurban olaram səni. Sənin nişanlının həyatında bir qadın var. Ola bilməz. Olanda olur. Əlimə pul qoy, adını deyim sənə. Nişanlının həyatındakı qadının adı A ilə başlayır. Nə? Ola bilməz. Adı da Almadır. Muştuluğumu ver. Deməli belə çıxır ki, Etibarın həyatında məndən başqa da Alma var. Təcili Etibardan ayrılmalıyam. Ne yaxşı ki sən varsa. Sən olmasaydın, o əclafa hələ də inanırdım. Bulunurum seni. Uşaq, bura taksi parkı değil, uşaq bağçası değil, he? Uyallah. Uşaq? Yox, Ağzaqqa. Əlbəttə uşaq. Əmi qurban sənə, bura taksi parkıdır, uşaq bağçası değil, he? Kim deyə Daşdəmir? Heç bir dənə uşaqdır, valideynlərini itiribdir. O belə qışa uşaqdır, yeməli deyə. Ala qovala getsin də, bura uşaq bağçası zatdır. Elə qovalıya yazıq daxı. Siz mənlə burada oyun oynuyorsunuz. Ne? Ömrünün balası oyun oynamaq istəyirsən? Gizli-apat istəyirsən oynayaq, hə? Yoxsa 7 kişi oynayaq, hə? Qurban olaram sənə, gedək səhəblərlə taş elib, gəl. Ay Allah, bundan 5 dənə ver. Göydə uçan quşlara ver. O yılı buradan 5 dənə ver. Göydə uçan quşlara ver. Salam ay qardaş. Salam. Səndən uduşlu meyvə almışdım, yadındadır? Ha, yadımdadır. Deyəsən o meyvənin içində olan brilyant hədiyyəni uşaq udub. Gördünüz, mən sizə deyirdim ki, uduş var.
Təbrik eləyirəm. Ay kişi, nə təbrik eləyirəm. Deyirəm ki, uşaq brilyantı udub, rəsmən udub. Mənə deyirsən təbrik eləyirəm. Udub? Meyvəni yeyəndə mənə dedi ki, ana qarnıma parıltılı nəsə getdi. İndi mən neyniyim? Onun bir yolu var. Onun dedikləri düzdür. Ceka, sən nə vaxt böyüyəcəksən, hə? Mən istədim biraz zarafat. Neysə. Mən gedirəm evə. Sağ ol. Sağ olun. Sağ ol. Amma nə ürəyimdən tikan çıxdı. Allah'ım şirin baladı bu. O bunun bıyıklarına bak karandaşlar çık. Ay yok var senin bıyığı var ha. Ha yəqin baxçada tədbir olub ha balıcı bık. Ay ya ne şirinsən sen. Bak sana konfet verirəm. Ver. Koy ben yere. Koy gel yere. Öyle de evi dedi yoruldu. Koy yere ben göçsüzü başınıza ne oynatırım. Uşaq ürəyi var koy yere. Bu uşaq kimin uşağıdır? Valideynler getiribdi. Hiç olmasa danışabilir. Ha bilir. Danışacaq özdə sənə yaxşı deyiləsi sözü var. Ne danışarsan balaca. Belki bir şiir deyəsən əmrləri qulaq asar. Hiç olmasa adını bilirsən ha uşaq. Adım Ucaxandır. Ucaxan. Ucaxan. Ucaxan! Deməli siz məni uşaq yerinə qoymuşdunuz, hə? Sana biz, sen, onlar hamısı... Hə, yekəbər. Bayaq mənlə uşaq kimi mırtlaşanda dilin topuq çalmırdı, nə oldu, hə? Adı nədir sənin? Başlamı. Ha! Yox, hə, sement beton. Heç ev yoxdur. Heç ev yoxdur. Mən sizin haqqınızda raporda ən ağır sözləri yazıb, siz də baxın. Ucaxan müəllim, siz elə raportun əvvəlinə yazın daş dəmir. Ağır söz də daş. Sənin adı nə də, göy-göz? Mənim gözlərim göy deyil axı. Gözlərin olmasa da gözlərin altı göm-göydür. Adın nədir? Etibar. Yaxşı. De görüm, sənə nə olub? Bəlkə elə bil ki bu... Yuxuda. Yuxumu qarışdırmışam. Bir dənə üst-üstə. Ağışın ailə söhbətidir. Alo. Alo, Etibar. Eşidirsən məni? Biz ayrılmalıyıq. Niyə? Nə oldu ki, yenə yuxumu qarışdırmısan, ha? Yox, burada bir falçı var. Deyir ki, Etibar səni başqa bir alma adında qızla xəyanət edir. Nə gülürsən? Çox gülməlidir. Nə almadı o elə? Qızıl Əhmədi alması. O kimdir elə? Kimdir öyle? Alma adıdır, Qızıl Əhməd də atasının adı. Nə? Bayaq mən bura gələndə sizi güdürdüm. Neyinirdin ha orada? Şaxta abba. Mən deyirəm, üzr istəyirəm. Adım Eyvazdır. Laf yaxşı. Adını soruşmuram, Deyirəm orada neyinirdin? O çöldə, bu... Mən üzümü qırxanda bu Etibar...
qabın içinə su əvəzinə, spirt əvəzinə kley tökmüşdü. Başa düşmədim. Siz iş yerində oyun oynayırsınız? Bəli, burada boş bekarçılıq olanda damla oynayırıq, nerede oynayırıq? Domino? Kimdən müdürünüz? Bizə deməyin ki, budur. Bəli. Cahan müəllim dedi ki, bircə deməyin ki, bu sizin müdürünüzdür. Deməyin də nə dirəşmişsiniz o. Bəlkə Cahan müəllim o boyda yolu gəlib ki, təzə müdür seçsin. Bilirsən, burada bir falçı var, deyir ki, sənə cadu eləyiblər. Alma, ona deyinən ki, cadu olmazsa birdən cahardı olar. Deyir ki, cadu olmazsa cahardı olar. O sənin fikrindən yayındırmaq istəyir. Bilirsən nə var? Sən mənim fikrimdən yayındırırsan. Alma mənə falçı gedəndən sonra danışarıq. Yaxşı? İstəyirsən deyim o sənə kimlərlə xəyanət eləyir? Hə, de. Onda bu siyahıdakı ərzaqları al deyim. Cahan müəllim, bizim bu vəziyyətə düşməyimizin səbəbi bilsən nədir? Hamısı mənim maşınımda avariya düşüb, ona görə biz bugündür. Deməli, sən taksi şoförü olmağına baxmayaraq yaxşı maşın sürə bilmirsən? Niyə sürə bilmirəm? Bir sən yavaş... Danışma da, danışma. Danışdıqca quşduyuruq. Mən belə görürəm ki, sizin heç biriniz yaxşı maşın sürə bilmirsiniz. Sürənə oxşamırsınız. Sən nə danışsan? Cahan müəllim, Bakı şəhərində mənə kimi maşın sürən yoxdur. Bir nömrəli avtoş seçilmişəm mən bu yaxınlarda. Avtoş! Nə? Bura taksi parkıdır, yoxsa avtoşxana? Yox, bilirsən, mən Hələ burada da yoxlama. Ala bu cavanlığı ver uşağa yesin. Niyə? Ona görə ki, onun içinə balaca kamera qoymuşam. O mənim yeni icadım. Həmin kameranın vasitəsilə uşağın qarnındakı o brilyantı tapa bilərik. Qarpız var. Ha, de. Deməli belə. Mən görürəm ki, sizdən başqa cür danışmaq lazımdır. Gedim maşından protokol götürüm gəlim. Mən gələnə qədər çalışın müdür ayırsın. Yoxsa ikinci kəlmə sizdən şikayət yazsın. Bağlayarlar buranı. İki kəlmə yazsa, buranı bağlayarlar. Gör 5-6 kəlmə yazsa nə olar? Bizi türməyə salır. Nə? Türmə? Ədalət müəllim, bayaqdan elə bir sənin ürəyin getmişdi, özündən getmişdi. Özündən getmək nədir? Bayaqdan danışdıqlarınızı eşidirəm. Nətər bir adam tapılmadı deyə bu uşağı, bu yoxlamanı yola sala getsin. Deməli belə, eşidin. Biz nəyin bahasına olsun, əllərə verməliyik, birləşməliyik. Bundan sonra bu yoxlamanı yola salmalıyıq. Çalışın danışığınızda da, davranışınızda da fikir verin. Quşlamayın. Bu ən əsas etibar sənlə Eyvaz sənə aiddir. Yoxsa buraxdığınız quşların dalınca özünüz də uçarsınız. Aydındır?
İlk olaraq sizin ümumi insanlarla davranışınıza minus yazılır. Çünki siz insanların geyiminə və fiziki quruluşuna görə qiymət verirsiniz. Kim bunlar? Elə onlar, siz, o qurbanlardan bir də mənə. Yox, bu ola bilməz. Ucahan müəllim, siz nəyisə səhv salırsınız. Mən yox. Siz səhv salırsınız. Bayaq məndən uşağı səhv salmışdınız. Nə vaxt? Bayaq mən ofise gələndə. Nə? Nə vaxt? Ucahan müəllim, olmadı. Ucahan müəllim, siz belə düz gəlmir axı Ucahan müəllim. Mən görürəm, siz məni yaxşı eşitmişsiniz. Əyl aşağı. Biraz da. Hə, indi düz formadasan, indi yaxşı eşidərsən. Amma dadlı qarpuzdur. Yaxşı ki, balqabaq istəmədi, yoxsa qarpuz kimi başımı partladacaq. Mən bura gəlməmişdən əvvəl bilirdim. Hamısını öyrənmişəm. Siz burada işləmirsiniz. Boş-boş oturub burada damla oynamaqdan şişmişsiniz. Hamınız qudurmuşsunuz siz. Cəza verəcəm. Siz başınıza on götürəcəm. Sizi bilirsən deyəcəm. İndi dediklərimi görüm. Başa düşdün? Bəli, buyurun. Hamısını başa düşdüm. İndi mənə taksi parkının sənədlərini gətir. Boş, deyək. Deyək, belə dur. Oğlan, hadi. İşlərini şeytan. Bir dakika bak şuna. Bak bu da bu. Hə? Elə budur? Yox. Başlayın. Sen git maşınlara el gezdir. Düzdür, hamısı yaxşıdır ama el gezdir. Sen bu kafeden bir yaxşı pürrengi çay getir. Tez. Ben neyim, ne hiç görüm, ne? Sen düz gözden bığlarını el gezdir. Evet. Yoklamadan sonra seni kapitalını el gezdir. Dur. Sallam Allah Ərəstu. Nə var? Nə yox? O Ərəstu. Nə var Qulağım səndədir. Qulağım məndə olmasın, fikrim məndə olsun. Elə bir Xəzərdə lot gələn batıb. Nə olub ala sənə? Kəşkə valaydı. Ala mənə bax, dur bir dənə çay dəmlə qardaşımsan. Xoruz quyruğu yoxlama gəlib ha. Ha? Pulumu görüm. Mən yenə kimi bir dənə adamı aldatmışam. Pulumu görüm. Ha, sən bu dünyada yeganə insansan ki, adın üstüvə yapışmır. Adın etibardır, amma sən heç etibar eləmək olmur. Yox. Sənin adımı üstümə Moment Clay ilə yapışdırıblar. Birdən müqayət ol, qopartmaq zad istəyərsən, qopmaz ha. Dur bir dənə çay dəmlə, pulunu da dayım verirsin. Sənə deyəm, yoxlama gəlib adam kimi də. Bura bax, nə edirsən elə? Çayın yanına o şüşə konfetlərdən qoyma, bunlardan. Xoşun gəlmir. Xoşun gəlmir, söhbəti deyir. Onu da ezələ doğrudan şüşədən düzəldiblər. Nə əriməyi bilir, nə də dadı var. Ha, onu da cibindəkilərə qoyuram. Yekə kişisən ala, cibindəkilər qoy. Nə olub ala? Şirinli idi də, taksiyə minənlərə bir dənə verirdi. Hələ, heç lazım da deyir. Geyib mən şokolad alaram. Geydə al. Şokolad alırım. Pasta almısan, salfetka almısan, çay almısan, meyvələri də almısan. İndi
Mənə bir dənə qəşəng kofe dəmlə. Kofe? Aha, bu dəqiq. Bu olmasaydı mən neyniyərdim? Alo, Ayka necəsən? Hardasan bugün? Ayka, əlimə bir dənə qaz keçib. Hə, nə? Qazlarınız keçib? Eybi, verərlər qazlarınızı. Yaxşı, davay, sağ ol. Kofe. İnanıram ki, çek vururdunuz. Əlbəttə vururduq. Heç çeksiz iş olar. Bunun boykununa bax, məndən çek istəməyinə bax ya. Heç elə iş olar ki, biz çek vurmayaq. Hətta bizim taksi parkının şuarı var. Çeksiz bir günümüz olmasın. Ay qız, çekləri ver, mənimə tez ol, çekləri ver. Bax, çeklər hamısı burada. Həmən gətir, ver mənimə. Buyurun. Bax, bu da bizim çeklər. 1 kilo xiyar, 20 dənə 6 razmerdə pampers. Problemi var? Yox, nə problem? O evə bazarlıq elədiyim şeylərin çekləridir. O pampersi də qonşu xahiş eləmişdik. Qoca xəstə nənəsi var idi. Siz bir dəqiqə durun, zəhmət olmasın. Mən bu dəqiqə çeklərə, qız oralar axtar gör çeklər hardadır. Ki, elə bir şey yoxdur. Tələsməyin, olacaq. Axırda görəcəm sizi, narahat olmayın. Ay şey, mən onu demirəm. Deyirəm, sənətlər qaydasındadır. Bircə sizin və işçilərin üz-gözünü nəzərə almasaq, hər şey yerindədir. Amma... Ay, Ucaxan müəllim, ammasız olsa olmur. İndi təzə işə başladığımızda nəzər alın. Təzə ofisdir, təzə təşkilatdır, təzə idarədir. Baxır o sənin özünün nə tör aparmağına. Başa düşdüm, narahat olmuyor. Ciddi ola, hə? Ha, bax, indi başa düşdüm. Katibə yoxdur. Deyirəm, yaxşı ki, özüm getdim, Ədalət müəllim. Əsl kəkotu çayıdır. Sizə gətirdim. Çox sağ ol. Buyurun Ucaxan müəllim, buyurun. Fala baxırsan? Ay qız, yox, kofeni soyuduram. İmkan ver, kofeni için baxaram da. Ay xanım, biraz tez ol da, mənim vaxtım yoxdur axı. Day, nə dedin, hamısını aldım da. Yaxşı, özün haqqda nə bilmək istəyirsən? Hər şey. Maşının var? Yoxdur, amma götürə bilərəm. Hə, onda qulaq as. Götürürsən prokata bir dənə maşın, çıxırsan Fəhlə prospektinə. Orada dəxlisiz bir yerdə probka yaradırsan. Özün haqqında nə bilmirsənsə, oradakı cəmaat orada sənə deyər. Düyməsini dəyişəcək. Pul ver deyim. Lazım deyil, demə. Gedə, ay xanım. Allah! Hadi, niyə qaytardın əlini? Buyur Esiyat. Yadımdan çıxdı. Ondan sonra... Hə. Bir dəqiqə başlayayım. Ha? Ana indi dadını temsil var.
Onu da eləyə bilsə bax. Sən belə qaldırıb belə baxanmasa. Yox, dediyimiz kimi yaxşı. Acıdın daxtım. Ay xanım, dedi Ədalət qardaşa nə olacaq? 1-2 ilə nə olacaq dedi. Bir dənə birisiyim. Bir şey olur, bir dənə sözünü. Arxanın dilində öldürürüm, mən öldürürüm.